Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. 83 kvadrat, 83 kvadrat, 3 otaq. Gözəl bir dizaynla işlənmiş bir mənzillə qarşınızdayım. Evimiz harada yerləşir? Düz elə prospektin üstündə İrşad Telekom, Grand Mart, canım sizə desin, Peynirci Baba ilə düz üzbəüz. Yeni tikilidə, orta mərtəbədə 83 kvadrat, 3 otağa düzəlmə. Qiymət də çox gözəl qiymətdir. Bura gördüyünüz dəhliz hissəsində deməyə ehtiyac yoxdur. Yəni dəhliz hissəsidir, istiponla hamısı kermə qəranti olan hissə, hamısı istiponla düzlənib. Gəl başlayaq. Buradan Kərbəlayca buranı göstərək. Burada belə bir hamam sanuzelimiz geniş. Hamam sanuzelin içində belə bir duş kabinimiz mövcuddur. Moydadırına kimi hamısı var. Və burada sağda daxil olaq. Burada belə bir geniş, belə bir yataq otağımız mövcuddur. Yuxarını göstər Kərbəlayı. Elə bunların özü nə qədər pul aparır. Gizli işıqlar gör, nə qədər korobkalar yığılıb. Yəni şəxsi təmirdir. Buradan da balkon hissəmizdir. Kombi ilə də təchiz olunub, hamısı qazıda da hər bir şeyi qaydasındadır. Canım sevirsin. Və keçək digər otaqlarımızı göstərim. Və burada da belə bir deski deyək də, belə amma geniş bir otaqdır. Burada da xoşum gəlir də belə bir ağ aboylarla, ağ dizaynla, yəni çox gözəldir. Plafonlara qədər hamısı mövcuddur. Burada da Kərbəlayı belə bir tvizliklə üzlənmiş, belə bir qonaq otağımız mövcuddur. Otaqlarımız çox genişdir. Çox genişdir, evdə yəni belə boğucu deyil. Və buradan da pirdilka olduğuna görə daxil oluruq. Burada belə bir mətbəximiz mövcuddur. Burada istipoldur. Burada istipoldur. Ev həqiqətən çox gözəl. Qapılara qədər ağsaqqal deyir ki, yəni ucuzlu bir şeydən almamışam da. Hamısı yəni bahalı əşyalardan istifadə olunub, materiallardan istifadə olunub. Mənzilimizin start qiyməti oformleniya sahibi tərəfindən qarşılanacaq. Özün yəni xərci nədir? Sahibi eləyəcək. Bir dənə sən pulu verəsən, deyənəsən belə deyək də kənarda. Cəmi cümlətanı 124.000 manat. Xırdalanın düz mərkəzində. Düz mərkəzində 124.000 manat. Real alıcı ilə də aşağı-yuxarı danışıq yeri olacaq. Allah alanı da satan da xeyir versin. 114 əmlak olaraq hər birinizin xidmətindəyik. Allahın amanında olun.